baxırıq. Əgər bu sualı kim düz yaza bilsə, demək olar ki, imtahandan yüksək bal yığa bilir. Çünki niyə? Aşırı dərəcədə diqqət tələb eləyir. Və siz bunu düzgün yaza bilirsinizsə, demək olar ki, incisindən yüksək bal gözləyilən sözdən. Gəlin baxaq. Birinci mən istəyirəm cavabını siz tapasınız. Sonra mən izah edeyim. Videonu saxlayıb cavabı yazın, sonra mən başlayım izah etməyə. Okay, baxın. Adi qaydada heç bir çətinlik yoxdur burada. Sadəcə balaca bir nüans var ki, onu görməsəz, demək olar ki, variant səhv olur. Amma görənə də halal olsun, yüksək bal onu gözləyir. Gəlin baxaq, deməli, adi sayıla bilən, sayıla bilməyən qaydasıdır. Baxıram ki, information sayılmır, amma necə cəmlənib. Ona görə atıram gedir. Gəlirəm B-yə. Information sayılmır, amma article qəbul edib. Bu necə olur? Olmaz təbii ki. Article-dan sayıla bilən işlənir. Bu da gedir. Gəlirəm C-yə. Information düzdür, qalsın. Baxıram some information sayıla bilir, təkdədir. Sız falan yoxdur ki, yox, heç nə yoxdur, qalır. Many information olmaz. Many sayıla bilənlərlə işlənir. Bu sayıla bilmir, getdi. Yəni deyərsiniz ki, burada C də var, D də var. İki dənə variant ola bilərmi düz olsun? Xeyr, təbii ki. Gəlirsiniz bir dənə cümləyə baxırsınız. Cümlədə görürsünüz ki, burada bir dənə inkar var, balaca bir inkar var. Bunu görməyən uşaq götürər D-ni ya da təsadüfən götürər C-ni. Amma çox vaxt bu any information gözə biraz qəribə gəlir axı, bunu görməyə öyrəşməmisiniz. Götürər bunu səhv variant kimi, götürər variantı D. Halbuki budur variant. Çünki inkarla, yəni didn't inkarlıqda axı n işlənir. N necə cümlələrdə işlənirdi? İnkar və sual cümlələrdə. Bəs some necə cümlələrdə işlənirdi? Təsdiq cümlələrdə. Bizim cümləmiz inkarda axı, ona görə variantımız elə C-dir. Çox balaca bir nüansdır, amma bilən uşağa halal olsun, yəni yüksək nəticə yığa bilər. Məncə